Salam, hər vaxtınız xeyir olsun. Bəli, elə dediyiniz kimi hazırda İsrail-İran münaqişəsindən dolayı tərəflər bir-birlərinin neft emalı zavodlarını, eyni zamanda nüvə obyektlərinə zərbələr endirir və təbii ki, bu vəziyyətdə ekoloji çirklənməyə səbəb ola bilər. Elə bir məqamda qeyd edirəm ki, Birləşmiş Millətlər Təşkilatının nüvə nəzarəti agentliyindən belə bir informasiya təqdim olunub ki, İsrailin İranın Natans obyektinə zərbələr endirməsi nəticəsində, yəni ümumiyyətlə nüvə obyektlərinə zərbələr endirməsi nəticəsində radioloji çirklənmə və ekoloji çirklənmə təhlükəsi var. Ümumiyyətlə, Azərbaycan da bilirik ki, sərhəd ərazidə yerləşən ölkədir. Təbii ki, təsirsiz ötüşməyə bilər bu vəziyyət. Ümumiyyətlə, prosesin baş verənlərin ekologiyaya hansı təsirləri ola bilər və ən çox mənfi təsirlərdən hansı dövlətlər zərər görə bilər? Buna bağlı ilə detallı informasiyalar, sualımıza cavab almaq üçün qonağım ekoloq Rövşən Abbasovdan detalları alacaq. Xoş gördük Rövşən və buyurun söz sizdədir. Çox təşəkkür edirəm. Əlbəttə, bu müharibə digər müharibələrdən onunla fərqlənir ki, tərəflər əsasən biri-birinin silah anbarlarını, nüvə obyektlərini və yanacaq çənlərini hədəfə almışlar. Bu isə baş verə biləcək böyük ekoloji fəlakətlərdən xəbər verə bilir. Belə ki, İranda İsrail istəyir ki, İranın əsas nüvə obyektlərini sıradan çıxsın, uranın zənginləşdirilməsi, həyata keçirilən mərkəzlərin tamamilə sıradan çıxsın. Bu isə çox böyük ekoloji nəticələrə səbəb ola bilər. Doğrudur, hələlik ki, birbaşa həmin mərkəzlər vurulmayıbdır. Amma əgər bu mərkəzlər birbaşa vurularsa, orada yaranmış çirklənmə buludları nəinki ətraf ərazilərə, hətta uzaq ərazilərə küləklər vasitəsilə gedə bilər və qonşu ölkələrdə də fəsadlara səbəb ola bilər. Bir çox ekspertlər bu cürə çirklənmənin məhz Çernobil və Yaponiyada baş verən fəlakətlə müqayisə edirlər və bu çirklənmələr küləklər vasitəsilə hətta Azərbaycana da gələ bilər. Digər bir məsələ isə yanacaq çənlərinin vurulmasıdır. Bilirik ki, İran dünyanın ən böyük yanacaq istehsal edən ölkələrindən biridir. Həm ixrac potensialına görə, həm də istehsal potensialına görə kifayət qədər çox böyük tutumu olan ölkədir. Lakin bu çənlərin vurulması çox qısa müddət ərzində ətraf mühitə çox çirkləndirici maddələrin, kükürt oksidlərinin, azot oksidlərinin, karbon monoksidin yayılmasına səbəb olur ki, və bu cür çirkləndiricilərin çox qısa müddət ərzində atmosferə atılması həm uzaq məsafələrə onun daşınmasını təmin edə bilər, həm turşulu yağışların əmələ gəlməsinə səbəb ola bilər, həm də xəstəliklərə səbəb ola bilər. Başqa bir məsələ isə əlbəttə ki, Tehranda baş vermiş çirkab suları şəbəkəsinin dağıdılmasıdır. Bu daha təhlükəlidir və uzun müddətli perspektivdə çirkab suları şəbəkəsinin dağıdılması müxtəlif xəstəliklərə yol açacaqdır. Çünki çirkab sularında çox təhlükəli bakteriyalar var, çox təhlükəli ağır metallar və digər maddələr vardır ki, bu isə su ilə bağlı olan xəstəliklərin, epidemiyaların yaranmasına yol aça bilər. Təşəkkürlər Rövşən bəy, çox sağ olun informasiyaları bizdən təfərrüatlı şəkildə təhlil etdiyiniz üçün. Yəni yaxın şərqdə, orta şərqdə baş verən bu proseslər həmin ərazilərdə yaşayan insanların həyatına, eyni zamanda ekologiyaya öz mənfi təsirlərini göstərir və hansı mənfi təsirlər göstərə bilər. Bununla bağlı detallara aydınlıq gətirdi qonağımız və yəni böyük güclərin əlində olan proseslərə müdaxilə etməyimiz mümkün deyil, amma prosesləri diqqətlə izləyib bundan məlumatlı olaraq nə cür təsirlər ola bilər. Yəni bu barədə məlumatları diqqətlə izləmək mümkündür. Çatdıra biləcəklərimiz isə bu qədərdir. Söz yerində sizdədir.